Və sonda Qoşaqala meydanında Qarabağ Mədəniyyət Xəritəsi hər rayonun öz səsi festivalı keçirilir. Burada Qarabağın zəngin mədəni irsi, musiqisi, milli dəyərləri və sənət əsərləri bir araya gətirilib. Tədbirdə xüsusi müxbirimiz Zeynəb Nadirova da iştirak edir. Detalları ondan öyrənməyə çalışacağıq. Zeynəb, salam, hər vaxtın xeyirli olsun. Buyur, səni işləyək. Hər vaxtın xeyir olsun. Sözü gedən festivaldan məlumat verəcəyik və İçəri şəhərdə Qoşaqala qapısının girəcəyində artıq konsert proqramı ilə hazırda davam eləyir. Söhbət təbii ki, Qarabağ Mədəniyyət Xəritəsi və hər rayonun öz səsi festivalından gedir. Ötən gündən start götürüb, bugün də davam eləyir. Hazırda konsert proqramları ilə və ifaçılar öz musiqi səslərini, musiqi nömrələrini ifa eləyirlər və qeyd olunur ki, əsasən Mədəniyyət Nazirliyinin İçərişəhər Dövlət Tarix Memarlıq Qoruq İdarəsi və Sosial Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qarabağın zəngin mədəni irsi, musiqisi və milli dəyərlərini nümayiş etdirir. Hazırda layihə rəhbəri də buradadır. Biz ondan məlumat alacağıq festivalla bağlı və Samira Novruzova, xoş gördük sizi. Festival belə baxırıq ki, böyük kütlənin marağına səbəb olub, ötən gündən start götürüb, bugün son günüdür. Saat neçəyə kimi davam eləyəcək? Festivalın proqramına nələr daxildir? Maraq necə idi? Və əsas məqsəd nədən ibarətdir? Sizdən eşidək. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi qrant müsabiqəsi çərçivəsində festivalımız qrant qalibi elan olunmuşdur və hal-hazırda dünən və bugün olmaqla 2 gün ərzində festivalımız davam edəcək. Dünənin proqramı ilk olaraq saat 12-də açılış mərasimi oldu. Millət vəkilləri çıxış etdilər və daha sonra konsert proqramı ilə festivalımız yekunlaşdı. Bugün isə saat 2-dən start götürmüşük, konsert proqramları olacaq və xüsusilə qeyd etməliyəm ki, yerli əhali ilə yanaşı xarici turistlərin də böyük marağını kəsb eləyib festival. Eyni zamanda bunu da xüsusi vurğulamalıyam ki, siz burada qarşıda Qoşaqala qapısının qarşısında at görürsünüz. Həmin o at Qarabağ xalçalarının motivləri ilə bəzənmişdir, işlənmişdir. Təşəkkür edirəm məlumat üçün. Bəli, bu atdan gedir söhbət. Qarabağ xalçaları ilə bəzədilən at, belə deyək, simvolu və Qarabağ atını nümayiş etdirir. Eyni zamanda Qarabağın mətbəxi dəyərləri burada nümayiş olunur. Və festival ötən gündən başlayıb saat 12-dən, bugün də saat 12-dən start götürüb və axşam saat 6-ya kimi təbii ki, şəhərimizin qonaqları, eyni zamanda şəhər sakinlərinin ixtiyarındadır. Konsert proqramları, müxtəlif təyyamlar, eyni zamanda müxtəlif səhnələr, stendlər var ki, gəlib tanış ola və elə bu istiqamətdə məlumatlar və eyni zamanda olan təyyamlardan və suvenirlərdən əldə etmək mümkündür. Bizdən hələlik bu qədər. Söz yenidən səndə. Festivaldan məlumat verməyə çalışdıq.